Salamlar, vaxtınız xeyir olsun. Bu günləri coğrafiyanın əsas bölmələrindən olan saat qurşaqları haqqında məlumat verəcəm. Niyə əsas dedim? Çünki abituriyentlərdə, sertifikasiyada, müəllimə işə qəbul MIQ imtahanlarında hər zaman istifadə olunan bölmələrdən biridir. Hətta son müəllimlərin işə qəbulu 2025-ci ildə saat qurşaqlarından 2 dənə sualda saat qurşaqlarını görə bilərdik. Saat qurşaqlarına aid sual. Saat qurşaqlarına e, mən bu videoda nə deyəcəm? Qısa məlumat verəcəm. Tam geniş məlumatı dərs izahlarımızda var. Sadəcə burada 2025-ci ildə sual necə düşmüşdü, bu haqqında məlumat verəcəm. E, Biz bildik ki, yer kürəsi 360 dərəcə götürürük və bu 360 dərəcəni bizim bir günümüzün uzunluğunun 24 saatdır. 24 saata başa vururuq. 360 24-ə böldükdə edir 15. Deməli 1 saatımız 15 dərəcəyə bərabərdir. Başlanğıc meridian isə Greenwich meridianı götürülür və 15-in yarısı 7,5 7,5 şərq uzunluğu, 7,5 qərb uzunluğu isə bu belə deyək ki, bu aralıq qərb uzunluğu və şərq uzunluğu 7,5 olur 0-cı və yaxud da 24-cü saat qurşağı sayılır bu. 7,5 qərb uzunluğu, 7,5 şərq uzunluğu. Bu meridianlar üzrə aparılır. Tutaq ki, birinci saat qurşağının sərhədləri hal olar 7,5 şərq uzunluğundan 22,5 şərq uzunluğuna qədər. Orta meridian isə birinci saat qurşağına olar 15. Bura oldu birinci saat qurşağı. Biz görürük ki, qarşımızdakı xəritə ilə mən yazdıqlarım fərqli-fərqlidir. Çünki qarşımızdakı xəritə ölkələrin inzibati sərhədlərinə görə ayrılmış saat qurşağıdır. Yəni burada gördüyümüz xəritədə ölkələr inzibati sərhədlərinə görə müəyyən saat qurşaqlarından istifadə edirlər. Tutaq ki, bir ölkəni 15-ci bir kiçik bir şəhər olsun, ölkə deməyək, bir şəhəri 7,5 şərq uzunluğu kəsir. Bir ölkənin 7,5 şərq uzunluğu kəsirsə bir şəhəri, onu deməli bunun şərq tərəfində bir deyək ki, 3-4 metr bu tərəfə yaxud da 100 metr bu tərəfdə saat 16:00 olduqda bu tərəfdə 15:00 olmalıdır. Xeyr, bunda anormallıq yaranır. Ona görə də ölkələr inzibati sərhədlərinə görə bir müəyyən saat qurşaqlarını istifadə edirlər və qarşımızdakı bu xəritə yaranır öz inzibati sərhədlərinə uyğun olaraq. Məsələn, Rusiya kimi ölkə görürük ki, məsələn, bir neçə saat qurşağından istifadə edir. ABŞ, Kanada həmçinin bir neçə saat qurşaqlarından istifadə edirlər. Amma böyük dövlətlərdə, məsələn, Hindistan, Çini qeyd edə bilərik, İranı da qeyd edə bilərik. Məsələn, Əlcəzairi də qeyd edə bilərik, Argentina kimi ölkələr qeyd edə bilərik ki, ərazilərin böyük olmasına baxmayaraq bir saat qurşağından istifadə edir. Fikir versək, bir dənə saat qurşağından istifadə edir. Məsələn, Çində tutaq ki, Çində tutaq ki, Pekin şəhərində saat 14 deməyək. Tutaq ki, Pekin şəhərində günəş çıxıb 6:00-da. Pekin şəhərində çıxıb günəş 6:00-da. Çinin belə qərbində yerləşən hər hansı bir şəhərdə isə günəş çıxacaq, tutaq ki, 8:00-da. 8:00. Çünki 1 saat qurşağından istifadə edib. 6-da harda çıxır Pekində, hər hansı bir Pekindən qərbdə yerləşən bir şəhərdə isə 8:00-da günəş çıxar. Yəni bu böyük ölkənin bir dənə saat qurşağından istifadə etməsi bu səbəblərə gətirib çıxar. Hətta burada 2 saat yox, 3 saat və yaxud da 4 saat yaxın Çin ərazisində fərqin yaranmasına səbəb olur. Amma yenə də ölkə ərazisi 1 saat qurşaqlarından istifadə edir. Yenə də Azərbaycana gəldikdə isə Azərbaycan 1 saat qurşağından istifadə edir və o saat qurşağı
dördüncü saat qurşağıdır. E, 2025-ci MİQ-in sualında isə Londonla Bakını müqayisə eləmişdilər. London isə 0-cı saat qurşağında yerləşir, Bakıda 4-cü saat qurşağında. Belə bir sual var idi. O sualda deyirdi, tutaq ki, Bakıda saat 16:00-dursa, Bakıda saat 16:00-dursa, Londonda saat neçədir? Əlbəttə ki, bu 0-cı saat qurşağından istifadə, bu 4-cü saat qurşağından istifadə edir və bu səbəbdən 4 saat fərq olmalıdır. Bakıdan qərbdə yerləşdiyi üçün Londonda olar saat 12:00. Yəni Bakıda 16:00 olduqda Londonda olar 12:00. Bakıda tutaq ki 20:00 olduqda Londonda olar 16:00. Bu Bakı ilə Londonun fərqidir. Amma yerli vaxt fərqi başqa anlayışdır. Bu dediyim qaydanı yadda saxlayaq. Yerli vaxt fərqi soruşarsa Bakı ilə London arasında, Bakı ilə London arasında yerli vaxt fərqi isə bu cür tapılır. Bakı yerləşir 50 şərq uzunluğunda, London yerləşir 0-cı meridianda, Greenwich meridianında. Bunlar arasında dərəcə fərqi nə qədərdir? 50 dərəcə. 50 dərəcəmizi bölərik 15-ə. 15-ə böldükdə 3 tamdır. 45, 5 qalğımız var. 5 qalğımızda 1 dərəcəmiz 4 dəqiqə olduğu olsun, vuruq 4-ə. Bu da edər 20. Deməli, yerli vaxt isə 3 saat 20 dəqiqədir. Yerli vaxt fərqi 3 saat 20 dəqiqədir. Amma bayaq dediyim başqa bir şeydir. Tutaq ki, Bakıda saat 13:00-dursa, Londonda neçədir? 9:00. O başqa idi. Bu dediyim başqa. Yerli vaxt fərqi isə 3 saat 20 dəqiqəyə qəbul edilir. Ümid edirəm ki, nəsə bir şey öyrənmiş olduq və yenə deyirəm, dərs izahların saat qurşaqlarına aid ümumi anlayışları kanalda dərs izahlarına baxa bilərsiniz. Kanala abunə olmağı unutmayın.